Bugün Zilqədə ayının 25-idir. Bugün İslam dünyasında çox müqəddəs bir gündür. Dəhvul ərz günüdür. Yəni elə bir gündür ki, Allah Təbarək və Teala yer üzərinə nəzər salır və dünyaya həyat bəxş edirdi. Yer kürəsi, yer üzəri suyun altında idi. Məhz bu gün Allahın izni ilə yer üzəri sudan baş qaldırdı və tədricən genişləndi və indiki halına gəlib çıxdı ki, müəyyən hissələri qurudur ki, yaşayış üçün əlverişlidir. Rivayətlərə əsasən birinci yeri ki, sudan baş qaldırdı, Kəbənin yeridir, Beytül-Həram. Ondan sonra tədricən yer üzərinin başqa hissələri yavaş-yavaş sudan baş qaldırdılar və indiki hala gəlib yetişdi. Qur'an-ı Kərim və hədislər bu günü dəhvul ərz adlandırır. Yəni yerin genişlənməsi. Və bu gündə ibadət etməyin, bəndəçilik etməyin xüsusi dəyəri var. Həzrət Əmirül-Mömin Əli ibn Əbi Talib əleyhissalam buyurur ki, Zilqədə ayının 25-ci günündə göylərdən birinci rəhmət yerə nazil oldu. Məhz bu gündə. Hər kəs bu günü oruç tutarsa və bu günün gecəsin ibadət eləyərsə, Allah Təbarək və Teala ona 100 ilin ibadətin yazar ki, hər gün oruc olub və hər gecə ibadət eləyibdir.